Dostlar, mən İsmət. Bu günləri dostlar, Car Parking Multiplayer'da sizlərə yeni hesabımı göstərəcəm. Bu mənim yeni ana hesabımdır. Car Parking'də maşınlarımı sizlərə göstərəcəm. Gəlin başlayaq. İlk olaraq oyun əlimdə 42 min oyun parası var. Əslində bu pulu mən gedib nə bilim bir 10 dəqiqəlik maşın modifiye eləyib bu pulu 1 milyona, 2 milyona çıxarda bilərəm. Yəni 3 milyona qədər qaldıra bilərəm uğraşsam. Amma indi maşın falan almışam, maşın falan yığmışam deyə pulum 42 minə düşüb. Yəni bu da tənbəllik edirəm bir dəqiqə maşın alıb satmaya, pulumu qaldırmaya. Eyb yox, 42 mindir, eyb yox qalsın. Maşınlarımı ilk olaraq yəni belə göstərim sizə. Gördüyünüz kimi 20 dənə maşınım var. Gəlin hamısını bir-bir sizə göstərin. İlk olaraq Honda'mız, Honda Civic. Bu maşın dostlar, oyunun sizə iç verdiyi maşındır, bu şəkildə eləmişəm sadə. Sonra burada bir dənə dostlar, bu maşın markası desəm Prado-aydı, nə idi, elə bir şey idi. Bu maşında da işte çox bir modifiyası yoxdur, yəni elə belə sadə bir şey eləmişəm. Sonra burada 07 var, 07'yə nömrə falan taxmışam, yəni bu da sadə görünə bilər, amma ən azından digərlərindən daha yaxşı yığmışam. Bu maşını burada favori maşınlarıma ekləmişəm. Sevdiyim maşınlardandır. Sonra bir adet Prioramız var. Bunu da fərqli bir rəng eləmişəm. Modifiye falan eləmişəm bu Prioranda, göstərim. Yəni bu şəkildədir. Bir digər maşınımız yine favori maşınlarımdan Tofaşdır. Nömrəsi falan da qoyulub. Üstünə belə falan bir şeyler koymuşam. Yəni bu şəkildə. Sadə amma qəşəngdir. Sonra burada bir 014'ümüz var. Bu da sadədir. Buna da çox bir şey yoxdur. Ford Transitimiz var. Bu da yine çox bir şey yoxdur. Belə göstərim. Bu nədir? Burada çıxıb. Ha, bu qabağa taxdığım qurdun şeydir desən çıxıb orada. Sonra burada Mazda'mız var. Bu Mazda'yı da yine çox da yığmamışam. Yəni biraz elə belə yığmışam. Lifamız var burada. Bu bilmirəm, Mini Cooper da ola bilər. Amma lifa eləmişəm. Bu şəkildə. Daha sonra burada başqa bir maşınımız var. Bu maşını özüm yığmışam. Gözümü yamaq falan vurmuşam. Disk falan qoymuşam. Yəni Peugeot 306'dır. Belə yığmışam. Və bura qədər olan bu maşınların hamısını özüm yığmışam. Bura qədər olan maşını özüm yığmışam. İndi bundan sonra da deyəcəm hansını özüm yığmışam, hansını almışam. Onları da deyəcəm. Bunu özüm yığmışam şəxsən. Buna əvvəlcə də özüm yığmışdım. Çox qəşəng olub məncə bu. Daha sonra burada bir adet bu şəkildə Volkswagenimiz var. Scirocco. Bunu da özüm yığmışam. Bunu elə bayaqları aldım. Disk falan koydum, elə belə sadə bir şey, çox bir şey yox. Bunu da özüm yığmışam dostlar. Post patrol xidməti. Bu maşınımı sevirəm, bu qəşəng maşındır. Bayağı qəşəng modifiye eləmişəm məncə. Və burada hesabımın ən sürətli maşınlarından biri var. 515 HP-dir, bu şəkildə 190 nömrəsi falan da var. Bunu da şəxsən özüm yığmışam. Aldığım ilk maşınımdır bu, hesabdakı ilk maşınımdır. Bunu dünən almışdım bu Lexus'u. Elə belə gördüm, xoşuma gəldi. Dedim alım bunda. Bunu almışam dostlar. Bunu bazardan almışam. Rəngi bunun ağ idi. Dəyişdim, qara elədim. Yəni burada üstündə nömrəsi falan da var. Bunu əvvəlki sahibi düzəldib. Bazarda girdim, 45 minə almışam bunda. Çox da pul verməmişəm. Burada Sprinter'im var. Bunu da bayaq aldım. Bunu da özüm yığdım bayaqları. Bu da qəşəng olub. Burada Teşkan var. Bu həqiqətən çox sevdiyim maşınımdır. Online girəndə millət hamısı baxır buna. Rəngi çox qəşəng olub. Ən sevdiyim maşınlarımdandır. Yəni ikinci sıraya qoyaram. Çox sevdiyim maşınımdır. Hətta 1'ə qoyaram direkt. Birinci sırada 2 dənə maşın olsa bunu 1'ə qoyaram. Sonra burada bir Azərbaycan bayraqlı Honda Civic'imiz var. O birinci maşının bir yeni versiyası da bu. Bu da qəşəng olub. Bunu da məncə qəşəng yığmışam. Burada bir Hudson Hornetimiz var. Qabağında sıçan işıqları var. Bunu dostlar 80 min almışdım online-dan.
Yəni bir Nivan almışam online'dan, bir də bunu almışam. Bunu dostlar 500 abonədə sizlərə birinə, yəni sizlərdən birinizə hədiyyə eləyəcəm. 700 min dəyəri olan bir maşındır. Və gəldik son maşınımıza. Bu da mənim ən sevdiyim maşınlardan biridir. Burada da qalikimiz var. Bu arada hesabın ən bağlı maşınıdır. Bunun dostlar içi nədənsə yoxdur. Yəni bilənləriniz varsa yazsın. Yəni bunun içi niyə yoxdur bilmirəm. Bu şəkildə yığmışam. Nömrəsi falan da ki, yəni öz nömrəmi qoymuşam. Bunu ona görə də dostlar pəncərəsini qara eləmək lazımdır ki, qoy görünməsin. İçi olmadı. Məncə belə daha qəşəng görünür. Və dostlar maşınlarımız bitdi. 20 ədəd maşın yığmışam hesaba. 5 günlük ki kasıram hesaba. Favori maşınlarımı da göstəreyim. Ya bunların hamısı da baxdıq zaten biz. Onda dostlar, yəni bunu demişdim, qısa video olacaq. Deməmişdim əslində, indi deyirəm. Qısa video oldu. Eybi yox, hesabımı göstərdim sizə. Daha çox belə videoların gəlməsini istəyirsinizsə like atıb kanalımıza abunə olun ki, tez bir zamanda 500 abunə olaq. 500 abunə olanda da bunu verəcəm sizə. Sağ olun dostlar, özünüzə yaxşı baxın. Sağ olun dostlar.